Gəlin səmimi danışaq, çünki bu mövzu hər birimizə birbaşa təsir edir. Bakıda yaşamaq ildən ilə çətinləşir. Bunu demək üçün statistikaya baxmağa ehtiyac yoxdur. Hər gün yaşadığımız həyat bunu demək üçün kifayət eləyir. Səhər evdən çıxırsan, xasta vaxt itirirsən, günün enerjisi işə çatmamış yorulursan. Axşam qaydanda da eyni şey təkrarlanır və bir müddət sonra özünə sual verirsən. Bu normaldırmı? Bu vəziyyət təsadüfi deyil. Şəhərlər necə planlanırsa, həyatımız da ona uyğunlaşır. Məhz buna görə də son dövrlərdə keçirilən şəhərsalma forumları təkcə tədbir kimi yox, gələcəyin necə qurulacağı ilə bağlı müzakirə platforması kimi önə çıxır. Amma burada çox vacib bir məqam var və bunu hamı düşünür. Bu forumlar həqiqətən nə isə dəyişəcəkmi? Yoxsa sadəcə müzakirə səviyyəsində qalacaq? Vətəndaş olaraq bizim gözləntimiz əslində çox sadədir. Daha rahat həyat, daha az tıxac, daha yaşana bilən şəhər mühiti və ən əsası isə gündəlik həyatımızın keyfiyyətinin hiss olunacaq dərəcədə yaxşılaşması. Dövlət baxımından isə məsələ daha genişdir. Bu artıq təkcə bir şəhərin problemi deyil. Bu ölkə üzrə balanslı inkişaf məsələsidir. İnsanların harada yaşaması, harada işləməsi və imkanların necə bölüşdürülməsi məsələsidir. Bugün hamımız görürük ki, iqtisadi aktivliyin əsas mərhələsi Bakıdadır və bu səbəbdən regionlardan Bakıya durmadan axın var. Bu həm şəhərin yükünü artırır, həm də regionların potensialını tam üzə çıxmağa imkan vermir. Əgər bu forumlar çərçivəsində müzakirə olunan yanaşmalar düzgün tətbiq olunarsa, əsas məqsəd məhz bu balansı yaratmaqdır. Yəni regionlarda həyat şəraitinin yaxşılaşdırılması, iş imkanlarının artırılması, infrastrukturun gücləndirilməsi və insanların seçim imkanlarının genişləndirilməsidir. Bu baş verərsə, çox vacib bir dəyişiklik yaranır. İnsanlar artıq vacib qalıb köçmür, seçim edərək yaşayır. Dünya təcrübəsi bunu artıq sübut edib. Məsələn, Kopenhagen uzun illər ərzində avtomobillərdən asılılığı azaltmaq üçün şəhəri velosiped və piyada yönümlü planladı. Nəticədə bugün şəhərdə insanların böyük hissəsi gündəlik hərəkətini velosipedlə edir. Xas və hava çəkililiyi ciddi şəkildə azalıb. Sinqapur isə nəqliyyatı idarə etmək üçün rəqəmsal sistemlər və ödənişli giriş zonaları tətbiq etdi. Nəticədə şəhərdə nəqliyyat daha axıcı oldu və plansız sıxlığın qarşısı alındı. Eyni zamanda Barselona superblok modelini tətbiq edərək bəzi küçələrə avtomobillərin girişini məhdudlaşdırdı. Bu da daha sakit, təhlükəsiz və insan yönümlü məhəllələr yaratdı. Azərbaycanda da son illərdə bu istiqamətdə konkret addımlar görünür. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə qurulan ağıllı şəhər və ağıllı kənd layihələri, məsələn Ağalı kəndi modeli, müasir texnologiya ilə planlanan yaşayışın necə qurula biləcəyini göstərir. Eyni zamanda yeni yol və nəqliyyat layihələri, şəhərdaxili infrastrukturun yenilənməsi, regionların sosial-iqtisadi inkişaf proqramları və şəhər planlamasında daha sistemli yanaşmaya keçid bu sahənin artıq diqqət mərkəzində olduğunu göstərir. Amma burada ən vacib bir məqam var. Forumlar sadəcə başlanğıcdır, nəticə deyil. Əsas məsələ orada müzakirə olunan ideyaların real layihələrə çevrilməsi, ardıcıl icra olunması və nəticələrin insanların gündəlik həyatında hiss olunmasıdır. Çünki vətəndaş üçün dəyişiklik küçədə hiss olunur. Xaç azalırmı? Şəhər daha rahat olurmu? Regionda yaşayan insan şəhərə üst tutmadan öz bölgəsində həyatını təmin edə bilirmi? Bütün sualların cavabı da buradadır. Əgər bu forumdan sonra bu istiqamətdə real addımlar davamlı şəkildə atılsa, bu uzun müddətli perspektivdə ölkənin inkişaf modelinə müsbət təsir göstərə bilər. Əks halda sadəcə müzakirə olaraq qalacaq. Bu cür platformalar düzgün istifadə olunarsa, şəhərlərin inkişafına və insanların həyat keyfiyyətinə töhfə verə bilər və bunu ən tez hiss edən də elə gündəlik həyatını yaşayan insan olacaq.